Salam, hər birinizi xoş gördük. Əziz dövlət qulluqçuları və dövlət qulluğu müsabaqə mərhələsinə hazırlaşan şəxslər. Təxminən mən bir ayda YouTube kanalına video atmırdım. Bunun əsas səbəblərindən biri də bu idi ki, istəyirdim ki, növbəti video məhz yeni bir şad xəbərlə bağlı olsun. Bu şad xəbərdə artıq məhz budur. Mənim Dünya Görüşü kitabım çapdan çıxdı. Bu Dünya Görüşü kitabı haqqında sizə indi ümumi məlumat verəcəm. Və bu video iki hissədən ibarət olacaq. Birinci isə indi sizə bu kitab haqqında ümumi məlumat verəcəm. Kimlər alıb oxuya bilər və bu kitab niyə məhz müsahibəyə gedən şəxslərin hamısına önəmlidir. İkinci isə videonu dayandıracağım, keçəcəm bu iç barədə sizə ümumi məlumat verəcəm. Birinci ona qeyd edeyim ki, təxminən 3 aydır mən bu kitabın üzərində çalışıram və axırda yekun olaraq Dünya Görüşü kitabımız bizim ortaya çıxdı. Bugünkü gün artıq çapdan çıxmış formasındadır, 18 aprel tarixindəyik. Bu kitabı alıb oxumanızı, ümumiyyətlə müsahibəyə mərhələsinə hazırlaşan şəxslər, bax bura qeyd eləmişəm. Dövlət qulluğu müsahibəyə mərhələsinə hazırlaşanlar, vergi, gömrük, miqrasiya, xarici İşlər Nazirliyinə hazırlaşan şəxslər, ümumiyyətlə müsahibəsi olan hər bir şəxs bu kitabı alıb oxusa, həminki müsahibədə müvəffəqiyyət əldə edə bilər. Bilirsiniz ki, arxada gördüyünüz nəticələr mənim öz tələbələrim nəticələridir. Dövlət qulluğu müsahibəyə mərhələsinə hazırlaşan şəxslərdir və artıq onlarla hazırlaşanda mənim 70 səhifəlik bir kitabım var idi Dünya Görüşündən. Onlara verirdim. Eyni zamanda ümumiyyətlə bu sahədə məşhur olur ki, Cəsur müəllimin bir Dünya Görüşü kitabı var, onu alaq oxuyaq və kənar tələbələrdə o kitabı verirdim. Artıq mən düşündüm ki, bu kitabı mən o PDF-i kitab halına salım və artıq bu aylarla çəkilən əziyyət nəticəsində mən bu kitabı ortaya çıxardım. Dövlət qulluğu müsahibəyə mərhələsinə hazırlaşanlar, vergi, gömrük, miqrasiya hazırlaşanlar, adını çəkdiyim bu qurumlara hazırlaşan şəxslər bu Dünya Görüşü kitabını alıb oxuya bilər. Dünya Görüşü 245 səhifədən ibarətdir və təxminən 200 səhifəsi izahlıdır. Cədvəl, qrafik vasitəsilə 500 sual isə Dünya Görüşünə aid 500 sual və cavabıdır. Yəni necə? 2025-ci ildə, yerdə qoyduğumuz ildə, 2025-ci ildə və 2026-cı ilin ilk 4 ayında müsahibədə verilən 500 sual və cavabı da bu kitabda öz əksini tapmışdır. İndi dediyim kimi videonun ikinci qismində məhz o barədə indi sizə daha ətraflı məlumat verəcəm. İlkin olaraq tanış olduq, şad xəbərsindən bölüşdüm. Bildik ki, artıq bizim yeni Dünya Görüşü kitabımız çapdan çıxdı. İndi isə gəlin kitabı daha ətraflı şəkildə tanış olaq. Bəli, əziz yoldaşlar, artıq biz videonun ikinci qismindəyik. Dünya Görüşü kitabının barədə indi iç detalları barədə sizə ümumi məlumat verəcəm. Üz qabığı bu şəkildədir. Dünya Görüşü 2025-ci il və 2026-cı illərdə müsahibədə verilən 500 sualı və cavabı və kimlər bu Dünya Görüşü kitabından istifadə edə bilər, bunu da burada ümumi məlumat kimi vermişəm. Dünya Görüşünün arxası hissəsi bax bu şəkildədir. Düzdür, üz qabığı bilirəm ki, sizlər üçün bu qədər də maraqlı deyil, amma yenə də istədim ki, məlumat verəm. Bunun üçün də çox əziyyət çəkmişəm. Bu bəli, bizim Dünya Görüşü kitabımızdır. Dediyim kimi, Dünya Görüşü kitabı 200 səhifə izahlıdır və 500 sualda cavabı vardır. Ədəbiyyat siyahısında, məsələn, bax, bu kitab niyə bizə bu qədər vacibdir? Burada ümumi məlumatını vermişəm. Bundan əlavə olaraq da məhz mündəricət siyasətlə tanış ola bilərsiniz. Mündəricət siyasətində əslində bəlkə göstərməməliyəm, amma yenə istəyirəm ki, biləsiniz ki, bu Dünya Görüşü kitabında nələr var, nələr yox. Məsələn, bax, Dünya Görüşü kitabımızda bizim artıq gördüyünüz kimi bu məqamlarımız mövcuddur. Bundan əlavə olaraq Dünya Görüşü kitabımızda, məsələn, ərsə gəlməsində əsas səbəblərindən biri də ondan ibarətdir ki, mən burada da qeyd eləmişəm. Son 5 il ərzində bilirsiniz ki, dövlət qulluğu müsahibəyə mərhələsində mən ancaq tələbələrimə məhz o həmin 70 səhifəlik məşhur PDF-i oxutdururdum. Ona görə də 5 il ərzində müsahibədə verilən hansı mövzular üzərində dayanılıb o barədə biz danışmışıq. Bilirsiniz ki, gəlin diqqətlə mən deyin, çünki bu video bir dəfə olacaq və istəyirəm ki, hər şey başa düşəsiniz. Bilirsiniz necədir? Dünya Görüşü sonsuz bir saydadır. Sən 10 min, 20 min səhifə kitab da oxusan da mən Dünya Görüşünü bilirəm sözünü deyə bilməzsən. Məsələ ondan ibarətdir ki, müsahibələrdə Dünya Görüşü hansı sahələrdən sual verilir indiyə qədər, son 5 il ərzində məhz bu kitab o formada formalaşır. Başa düşürsünüzmü? Yoxsa türklərin bir sözü var, rastgele formalaşmayıb. Məsələn, Azərbaycan Xalq Cumhuriyyəti 200 səhifə, nə bilim də 10 min səhifədə oxusaq biz Azərbaycan Xalq Cumhuriyyəti haqqında məlumatı oxuyub qutura bilmərik. Eyni zamanda bu digər mövzular barədə də belədir. Düzdürmü? Məsələn, bax, ədəbiyyat siyasətine baxın. Bu mövzular barədə biz nə qədər oxusaq da məlumatımız ola bilməz. Amma fikir versiniz, yəni məsələn, Qarakənd faciəsi haqqında məlumat 3 səhifədir. Yəni bizə bu 3 səhifə intervalında müsahibədə indiyə qədər sual verilib.
Azərbaycan Xalq Cümhuriyyəti, Sovet hakimiyyəti, 20 yanvar, Yevlax Xocalı görüşü, bəyannamələr. Bizə bax, bu indiyə qədər bu sahələrdə sual veriliblər. Bax, kitabı da bu şəkildə tərtib olunub. Məsələn, indi hər səhifəsini ola bilsin sizə göstərə bilmədim, amma yenə istəyirəm ki, məlumatınız olsun. Məni yəqin ki, üzrü sayasınız, hər səhifəsini göstərsəm müəlliflik hüququ pozula bilər. Buna görə bax, kitab gördüyünüz kimi bu şəkildə tərtib olunub. Yəni ki, cədvəllər, qrafiklər, şəkillər vasitəsilə tərtib olunub, ordenlər. Bunun əlavə olaraq Azərbaycanı artıq deməyə ehtiyac yoxdur. Məncə istəyirəm ki, görəsiniz. Yəni söz yığın şəklində deyil də, söz yığın formasında deyil. Cədvəllər, qrafiklər formasındadır ki, bu da şuur altında daha yaxşı yadda qalmağımıza səbəb olacaq. Və onu da qeyd edeyim ki, bu dünya görüş kitabında hər mövzuya aid QR kodlardan istifadə etmişəm. Bu QR kodlar nədir? İndi bu barədə sizə məlumat verəcəm. Deməli, məsələn, bax, gəl bir mövzuya baxaq. Tutalım ki, Şuşa bəyannaməsi. Şuşa bəyannaməsi haqqında məlumatı biz kitabdan oxuyuruq. Əlavə məlumat öyrənmək istəyiriksə, QR kodu oxuyub biz gedirik hər hansısa bir səhifədə PDF aparır sizi, o PDF-də əlavə məlumatları verir. Məsələn, bax, Heydər Əliyev haqqında məlumatları əlavə etmişəm və Heydər Əliyev, məsələn, sən hansı rayondansan, tutalım ki, Ağcabədənsən. Sual verilir ki, Heydər Əliyev Ağcabədiyə hansı dövrlərdə səfər eləyib və neçənci ildə səfər eləyib, hansı məqsədlə səfər eləyib? Mən bu məlumatların hamısını yazsadım, kitab bəlkə də 700-800 səhifə ola bilərdi. Ona görə də siz QR kodu oxudursunuz. İndi burada QR kod heç nə olmaz. Yəni düşün, lap oxudun bu videoya baxa-baxa. QR kodu oxudursunuz və Heydər Əliyevin siz artıq xarici ölkələrə, məsələn, ölkə daxili və ölkə xarici səfərlərini öyrənmiş olursunuz. Məsələn, Naxçıvanda hazırlaşan tələbələr var. Demək olar ki, hər müsahibədə sual verilir ki, belə deyək də, Heydər Əliyev, İlham Əliyev Naxçıvana nə vaxt səfər eləyib və hansı məqsədlə səfər eləyib. Ona görə də bu hər mövzu yerləşdirdiyim QR kodlar sizi əlavə məlumatlara yönləndirir. Dediyim kimi, bax, gördüyünüz kimi, bax, dünya görüşümüz bax, bu formada cədvəl, qrafik, daha yaxşı yadda qalmaq, şuur altında işləyəcək formada tərtib olunub və bir şeyin altını dəfələrlə xətt çəkmək istəyirəm ki, məsələn, bir daha demək istəyirəm. Tutalım ki, dünya görüşdə mövzularımızdan biri 2-ci Qarabağ müharibəsidir. 2-ci Qarabağ müharibəsi haqqında biz kifayət qədər məlumat oxuya bilərik. Yəni 100 səhifədə oxuya bilərik. Amma əsas məsələ odur ki, müsahibədən hansı sahəsində sual verilir, hansı yerindən sual verilir, məhz onlar əlavə edilib. Dediyim kimi, bu da son 5 il ərzində tələbələrimə sual verilən istiqamətdə məhz dünya görüş kitabı formalaşıb. Ən məşhur məsələ ondan ibarətdir ki, bu dünya görüş kitabı təxminən 245 səhifədir və 200 səhifəsi izahlıdır. Yəni gördüyünüz kimi 200 səhifəsi bu şəkildə izahlıdır. Yerdə qalan 40 səhifəsi və s. isə müsahibədə verilən 500 sual və cavabıdır. Bax, təkrarlayıram. Müsahibədə verilən 500 sual və cavabında qeyd eləmişəm. Və bu, dediyim kimi, müsahibədə verilən o 500 sual və cavabı yoxdur. O da rastgele deyil. Mənim tələbələrimə, qəbul olmuş tələbələrimə əsasən 2025-ci il və 2026-cı ilin ilk 4 ayında, yəni yəni fikir versən, güncəllənmiş məlumatlar 2025-ci ilin və 2026-cı ilin ilk 4 ayında müsahibədə verilən 500 dünya görüşü və sual və cavabında məhz bu kitaba əlavə etmişəm. Kitabı alaraq da məhz o suallarla tanış ola bilərsiniz. Baxın, yoldaşlarım, kitabımız bu şəkildədir. Mən sizə ümumi məlumat verdim bu kitab haqqında. Ümumi məlumatları siz tanış oldunuz. Dediyim kimi, kitab bax bu formada, yəni artıq məncə başqa bir məqama ehtiyac yoxdur. Kitab məsələn bu formada tərtib edilmişdir. Kitabı dediyim kimi son olaraq vurğulamaq istəyirəm ki, kimlər kitabı alıb oxuya bilər? Kitabı alıb oxuya bilər dövlət qulluğu müsahibəsinə hazırlaşanlar, burada yazmışam. Vergi orqanları test müsahibə, gömrük orqanlarının test müsahibəsinə hazırlaşanlar, miqrasiya, xarici İşlər Nazirliyi, dövlət və qeyri-dövlət orqanlarına hazırlaşanlar, yüksəliş müsabiqəsindən hazırlaşanlar, HR mütəxəssisləri, könüllü proqramına hazırlaşan şəxslər, intellektual səviyyəsini və dünya görüşünü artırmaq istəyən hər bir şəxs bu kitabı alıb məhz bəhrələnə bilər. Dediyim kimi, yəni məncə bu həqiqətən də bilirsiniz, kitabı videosunu çəkmək 10 dəqiqə vaxt aparar, amma kitabı ortaya gətirmək sən aylarla vaxtını apara bilər. İndi bu kitabı yazanda arxa planda nələr baş verib, o barədə video çəkmişəm, onu da sizə atacağam. Məhz yuxusuz gecələr, aylarla çəkilən əziyyət, bir məlumatı 100 dəfə dəqiqləşdirmək, bu çox böyük bir, əlbəttə, məsuliyyətli bir işdir. Ona görə mən də bu məsuliyyəti
altına girərək sizlər üçün bax belə bir kitabı ortaya çıxartdım. Soruşa bilərsiniz ki, müəllim, bəs kitabın qiyməti neçədir? Kitabın satış qiyməti 15 manat təşkil edəcək. Neçə manat? 15 manat. Əslində bəlkə dünya görüşü kitabları 20 manat, 25 manat, 30 manatdır bazar qiymətində. Amma mən bunu əlbəttə ki, özünüz də bilirsiniz ki, bazar qiyməti nəzərə alaraq mən dünya görüşü kitabını tərtib eləməmişəm. Mən daha əlçatan olması məqsədi ilə məhz 15 manat kitab qoymuşam. Həqiqətən mən öz tərtib etdiyimə görə demirəm. Bəlkə də bu kitabın qiymətini 50 manat qoysam yenə də az olardı. Vallahi deyirəm, billah deyirəm. 50 manat qoysam yenə də az olardı. Amma məhz dediyim kimi mən hər kəs düşündüyüm üçün 15 manat bu kitabın qiymətidir. Və ən qızıl qiymətinə bərabər bax budur. Yəni ən qızıl qiymətinə bərabər budur ki, 2025-ci il və 2026-cı ildə müsabiqədə verilən 500 sual və cavabı da məhz bax bu kitaba əlavə etmişəm yoldaşlar. Hər birinizə uğurlar arzu edirəm. Kitabı artıq tanış oldunuz. Əldə etmək istəyirsinizsə, mənim bu videonun şərh hissəsində WhatsApp nömrəmi qeyd edəcəm. O WhatsApp nömrəsini yazaraq kitabı hansı üsulla əldə edəcəyinizi mən sizə deyəcəm. Özünüzdən müğayət olun. Növbəti videolarda görüşəndə.